Salamlar, vaxtınız xeyir olsun. Mən Güzel Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanların adətən bu mövzudan qaçması. Yəni bu nə ilə bağlıdır? Ətraf mühitdə olan insanların ümumən qınaq obyekti mənasında. Əşi, bu mövzunu atma sənə ayıb olsun, utan, səhifələrdə yazılan bir sıra kommentariyalar və müəyyən bəzi qeyri-etik düşüncə tərzləri. Bu mövzu cinsəlliyə, belə deyək, həyat tərzi ilə bağlıdır. Yəni cinsəlliyyət deyəndə bu nə deməkdir? Anlamı və yaxud ümumi məğzi nədir? Hər hansı bir cinsi mövzudan daima çətinlik çəkən və cinsi həyatını daima yaşaya bilməyib və sonda xəyanətə səbəb gətirə biləcək faktorlar. Düzdür, bu çox, hətta belə deyərdim, biabırçılıq bir şeydir və heç də yəni, normal insan bunu qəbul etməz və boşayar həmin insanı, deyər, yəni, get işinlə məşğul ol, yəni Laura dilə desək. Amma əksər insanlar müəyyən formada deyək, yəni necə, danışırlar, deyirlər ki, çox qısa zamanda xasiyyət uyğunluğu kimi düşünüb, amma tam dərinliyinə getmirlər, ailə qururlar. Amma bilmirlər ki, tək xasiyyət deyil, ümumən cinsəllik də kimi mövzulara toxunulmaq lazımdır. Müəyyən danışıq etaplarında qarşı tərəfi fikrini bilmək üçün. Ki, həqiqətən bu sənin o mövzuda fikrindən üst-üstə düşürmür. Heç kim sənə demir, tam açıq danış. Ki, qarşındakına mən sənə hörmətsizlik edirəm, tam belə açıq detallarına qədər xeyr. Müəyyən hədd çərçivə daxilində. Və bu şeylər uyuşmadığına görə, yəni cinsəllik mövzular və nəticədə iki tərəfin də çox vaxt bir-birindən xəbərsiz xəyanətini gətirib çıxarır. Danışırsan, görürsən ki, yox da, yəni üstü örtülü bəzi mövzularla söhbət etmək olur. Yox, uyğun deyil. Tək xasiyyət uyğunluğu, fikir ortaqlığı və ya sevgi, hər şey 50-nin 50-yə ən azından olmalıdır ki, müəyyən etapda ailə deyilən ümumi bir, geniş bir ifadə var, o sona qədər davam etsin. Yoxsa bunlardan hansısa biri axsadısa, hansısa birində səhvlik oldusa və ya çaşmamazlıq oldusa, o heç zaman axıra qədər gedə bilməz. Ona görə mütləq şəkildə bu kimi mövzular qabaqca söhbət etmək lazımdır. Danışmaq, onun haqqında fikir mübadiləsi. Bəlkə bu insan heç sənin düşündüyün tərz edir. Ona görə bütün mövzuları, bəzən bu kimi mövzular üstü örtülü olsa da, mütləq söhbət etmək lazımdır. Bu o demək deyil ki, mən bu mövzunu səndən açıram, sən namussuzsan, yaxud qeyrəsizsən. Bunu heç kim hər hansı mövzu ətrafında açıb, müəyyən çərçivə daxilində danışırsa, belə bir fikir yarana bilməz. Namuslu, qeyrətli olan insan üstü örtülü də söhbət etməyə bacarır. Qarşı tərəfi incitmədən, qarşı tərəfin hər hansı şəxsiyyətinə toxunub, onu hörmətsizlik edərək və ya şəxsiyyətinə tapdalayaraq yox. Müəyyən çərçivə daxilində müəyyən şəxsi keyfiyyətləri və müəyyən etik çərçivə daxilində üslubu gözləyərək. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaxud bu postun altına qeyd edə bilərsiniz. Hal-hazırda seanslarımız əyani və onlayn davam edir.